Əslində mübarizin həyatı nağıl deyil, həqiqətdir. Lakin bu həqiqətdən xəbərsizlər ancaq mübariz olduqları halda mübariz ömrünü dərk edə biləcəklər. Bir dəfə 2013-ün 12-si iyun gecə saat 12-də ya da 1 işləmiş. Elə əlim belə idi. Canlı gəldi, görüm yanımdadır. Başladıq söhbət eləməyə. Yuxuda görmürəm, heç görmürəm. Təsadüf qabaq görərdim, onda nətəri görürdüm. Uşaq vaxtım bir, məsələn 12 yaşın, 13 yaşın, 11 yaşın. Onun heç elə o, məsələn 21 yaşı, 20 yaşı, 22 yaşın elə heç görməmişim. O həmişə deyir ki, ata, mən sizi düşünürəm. Mən qardaşlarımı düşünürəm. O mübariz olaraq dünyaya göz açmışdı. Mübarizcəsinə yaşadı, mübariz kimi də bu dünyadan köçdü. Mübarizlik onun alın yazısıydı, həm də silinməyən yazısı. Bugün sağ olsaydı 28 yaş tamam olacaqdı. Əgər sağ olsaydı düz 5 il öncə göstərdiyi şücaət qarşısında əlin var olsun vətən oğlu deyərdik. Nə təəssüf ki, yenə başın sağ olsun vətən deyirik. Mübariz olurlar, yoxsa mübariz doğulurlar? Doğulurlar. O yollar, səni bəs nə vaxt qaytarar. Mübarizə bugün də var, sabah da. Biz də onun ən ön sıralarında. Döyüş, mübarizə bir xalq olaraq alnımıza hələ doğuşdan yazılıb. Ancaq mübariz olmaq heç də hər kəsə nəsib olmur. Mübariz İbrahimov kimi. Bugün mübariz kimi davrana, vətən və vətəndaş uğruna düşmən gülləsinə sinə gələ bilmirik. O da bunu istəməzdi. Ancaq onun doğum günündə göz açdığı Biləsuvar rayonuna gəlmişik ki, onun nəfəs aldığı, böyüdüyü bu torpaqda bir daha yad edək. Ay ver mənə leytinant, xoş müjdəli bir. Rayondan Ələbad kəndinə gedən yolumuz biraz uzun çəksə də, kəndə girdikdən sonra sanki saatlar da bir-birini qovmağa başlayır. Sakitcə Mübariz küçəsini keçib evlərinə doğru yol alırıq. İgidin adını eşit, özünü görmə deyirlər. Mübariz də belə bir igididir. Gəlin etiraf edək ki, çoxlarımız onu yalnız şəkillərdən tanıyırdıq. Mübariz İbrahimov sonunu düşünənlər qəhrəman olmur ifadəsinin açıq-aşkar sübutudur. Çünki bir an olsun düşünmədən canını vətən naminə fəda etdi. Mübariz dünyaya qış ayında, fevralın 7-sində göz açdı. Ancaq ömrünün bahar çağında, 22 yaşında şəhidlik zirvəsini fəth etdi. Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun 28-ci yaş günündə onların ailəsinin qonağıyıq. Bu isə Mübarizgilin darvazasıdır. Kim bilir, bəlkə də sağ olsaydı qapını üzümüzə özü açardı, bizi özü qarşılayardı. Lakin 5 ildir mübarizsizliklə barışan bu evin qapısını bu dəfə biz açacağıq. Bu Mübarizin qaçdığı, oynadığı, kimi zaman yıxıldığı evin həyətidir. Mübariz şəhid olduğu gündən bu evin qonağı kəsilmir. Elə biz də nə ilk, nə də son. Düz 5 ildir ki, bu ocaq qəhrəman ocağıdır. Evə gələnlərin üz tutduğu ilk məkansa Mübarizin otağı olur. Bu otaq sanki canlı Mübariz muzeyidir. Qapıdan girəndə o otağa girdik birinci, Mübarizin ev muzeyinə. Elə ilk sualım da belə olacaq. 5 ildir bunu yaşatmaq çətin olmadı ki, şəkillər, o otağı. Əvvəlki çətindir. Hər an onu xatırlamaq, yada salmaq, insanı hər şey təzələnirdi elə bir, yenidən. Yəni ki, mən elə təsəvvür edin ki, 5 ildir tamamda, 6 ilə keçib, sanki mən bugün mübarizə itirmişəm, ayrılmışam elə bir ondan. Belə təsəvvür edin, yəni məndə elə bir təsəvvür yaranır. Unutmaq da olmur. Təbii ki, nə qədər desək ki, yaddan çıxardaq bizim üçün rahat olsun, amma o da mümkün deyil. Bu otağa
tez-tez girmirəm. Təsadüfən demək olar ki, ağlamağım çox gələndə bura girirəm. Onda çox vaxt girmirəm, heç ağlayanda da bura girmirəm ki, səsim eşidilməsin. Əslində Mübarizin çoxşaxəli, dəbdəbəli bir tərcümi halı yoxdur. 28 il öncə Biləsuvarın Əliabad kəndində sadə bir ailədə dünyaya gəldi. İbrahimovlar ailəsinin 3-cü oğul övladına atası Ağa Kərim kişi Mübariz adını qoydu. O vaxt Qızqayət Həsənova büronun üzvüydü, sosial istəmə qəhrəmanıdır, adı sanlı və eyni zamanda da onun kolxozu təcrübəli, yəni örnək olan bir təsərrüfat idi. Mən də ora onun dəvətindən, onda mənim 27-28 yaşım var idi. Dəvət elədi məni bir qədir kimi kəndə. Mən getdim və mən getdim, qəbul elədim və mənə o dedi ki, mən səni keç, 30-40 dənə bir qədir var, yaşlı var, sosial istəmə qəhrəmanı var, müxtəlif orden almış bir qədirlər var və məni getdi başda otuzdurdu öz yanında. Və mənə dedi ki, sənin yerin buradır. Bu biraz mənə təsir elədi ki, yəni ağsaqqal bir qədir var, məni belə elədi və mənə dedi ki, səni görə eləyəcəm. Mən bir başqa kətdən ora getmişəm, yəni Əliabad Xırmalı kəndinə, bu çoxlarına pis təsir elədi. Yəni heç kəs sevinmədi. Sonra mənə demədilər ki, təbrik edirik sən belə də. Yəni hiss elədim ki, bu xoşlarına gəlmədi ətrafıma. Bunlar məni yola verməyəcəklər şey. Başladılar məni yavaş-yavaş hörmətdən salmağa. Yəni artıq mən onda hiss elədim ki, mən ərzən verim çıxım. Onun da bir oğlu vardı, onun adı Mübarizdir, yəni bir oğlu vardı. O vaxta qədər də Mübariz adı heç kəs qoymamışdı. Yəni nə Xarmandalı kəndi, nə Əliabad kəndi. Bəzisi çəkinib onu qoymurdu, bəzisi hörmət eləyirdi, ya o uşağın adı Mübariz deyə qoymurdu. Mən Mübarizin adını qoydum və metrikaya və sənəti o təsdiq eləmək üçün verdim, baxdı, gördü Mübariz. Atdı sənəti, peçat vurmadı, o metrikanı götürdü. Muavini götürdü, peçat vurdu. Yəni Mübarizi mən ona görə qoydum. Yaşı az olsa da şücaəti, vətən sevgisi böyük olan qəhrəman. O, uşaq vaxtından həmyaşıdlarından fərqləndi. Mübarizin fərqi buydu ki, yəni mən sizə bayaq dedim, Mübariz əsgər getmək həvəsində idi. Uşaqlıqdan. Əsgərlik bunun beyninə girmişdi. Yəni nəyə görə? Bu kiçik idi. O bir qardaşları elə bil əsgər xidmətə getmişdilər. Məsələn, bəzi mən komandirlərindən bəzisinə təşəkkür məktubu almışdım. Həmişə onu cebimdə gəzdirirdim. Mübarizə uşaq idilər, Mübariz əsgər getməmişdi. Mübarizin yanında oxuyurdum. Bunlar hamısı təsir edirdi ona. Komandirin deyirdim, mən buna elə bir qəhrəmanlıq eləyib. Komandir buna nə gözəl təşəkkür məktubu göndərib. O bir yuxarı yaşda olanlara. Və Mübarizi mən and içmələri aparırdım. Yəni qardaşlarının and içməsinə, yanına gedəndə uşaqlarını daim onu aparırdım özümlə. Onda 12-13 yaşı vardı, 11-12 yaşı vardı. Yəni bunda əsgər getməyə həvəs yarandı. Mübariz heç məni incitmədi. Heç incitmədi. Nə uşaq olanda, nə böyüyəndə heç incitmədi. Nə desək də sözümüzə baxıb atasının da, mənim də. Çalışırdı o uşaqlardan seçilsin. Neynirdi seçilirdi bax? Neynirdi məsələn o işinlə, özün yaxşı aparmağından seçilirdi. Məsələn, atası nə tapşırırdı, işi onu çalışırdı. Yaxşı görsün ki, atası ona sağ ol desin. Mübarizi şəkillərdən enli kürək, şux qamətli biri kimi tanısaq da, uşaq vaxtı tamamilə arıq, cılız, çəlimsiz bir oğlan idi. Sonradan idmana, xüsusilə boksa olan marağı onu xeyli cüssəli bir gəncə çevirir. Cəmiyyətdə isə həmişə zəiflərin, gücsüzün, ehtiyacı olanın yanında olmağı sevən bir uşaq kimi formalaşır. Mənə yer suarırdı, sahəni suarırdıq. Ayağını çıxardıb girmişdi sahəyə. Ayaq izləri qalır. Mənə deyirdi ki, baxarsan, taxılıb içiləndə mənim ayaq izlərimi görəcəksin, ağlayarsan. Mənə deyirdi. Belə zarafat kimi söhbətlər edirdi.
O xatırlayıram. Sonra bir dəfə sevinə-sevinə gəldi, dedi, ata mən bir nəfərin həyatını qurtardım. Mənə savab gəlir, dedim, hə. Mübariz ad günlərinə xüsusi bir gün kimi yanaşmazdı. Heç buna əhəmiyyət də verməzdi. Doğrusu qəribə olsa da deyib gülmək, bütün oğlan uşaqları kimi əylənmək, oynamaq Mübarizdən kənar bir hissidir. Bəlkə də ürəyində məsələn ki, onu dilə gətirmirdi. Məsələn, uşaqlar indi əskərə gedəndə qonaqlıq eləyirlər də, atası hər elə şeyləri xoşlayan deyil. Elə bir o yığıncağı xoşlayan deyil. Məsələn, mən özümdən götürdüm, pul getdim, nə var, aldım, gətirdim, dedim, bu sənə yaxşı qonaqlıq keçirdəcəm əskərə getmək istəyində. Gördüm, göylü var. Məsələn, ürəyindən keçirdiyi şeyi o, məsələn, tələb eləmirdi. O vaxt əskər mahnılarda təzə çıxmışdı. Marşiləri, Azərbaycan əskəri. Mübarizin, yəni o marş, o vaxt təzə bəstələnmişdi. Onu çalırdılar orada. Mən də gitmişdim, yəni həmin o dəvət olmuşdum. Mübariz gəldi, məni oynadı. Yəni, gəldi məni durğuzdu ki, mən oynayan adam da deyiləm, toyda da ki, o belə bir şey ürəyimcə deyil. Gəldi, durdu mənim qopunda, gördüm, o şox da əl çəkmir. Mən də durdum ondan yalan, əlimdən belirdim, yəni onu xatırlayıram ki, bu uşağı elə bunun həyatı, talihi elə belə gedəcəkmiş. Az yaşlı qəhrəmanın köksündə də əslində körək və doğmalarının hər dediyinə inanan bir ürək vardı. Bir dəfə toyuğun altına biz həm toyuq yumurtası qoymuşduq, həm də indişka yumurtası. Həm indişka çıxmışdı, həm də toyuq. Mən dedim ki, bu uşaqları yoxlayacağım. Görüm bunlar nətər reaksiya verəcək. Üzr istəyirəm, yoldaşıma deyim ki, deyək ki, baxır, toyuq indişka çıxardı. Yəni, toyuğun altında indişkanı çıxardı. Obşum, onları yoxladıq. Mübariz çağırdıq. Mübariz gəldi. Dedik, buna baxın, Mübariz. Toyuğu indişka çıxardı. Nə dedi? Olanmaz. Baxdı. Bu, nətər olub. İndi bu inanır. Amma o birisi uşaqlar, o birisi ortancıl dedi, ola bilməz. Yumurtanı səhv salıbsınız. Bu dedi, nətər olub. Baxır, indişkadır. Dəfkinə gəlmir, yumurta dəyişik olardı. Mübariz Əliabad kənd orta məktəbində təhsil alıb. Burada bir məqama diqqət çəkmək istərdim. Onun oxuduğu bu məktəbdə Qarabağ şəhidi Malik Piliyevin adını daşıyır. Görünür, bu da təsadüf deyil. Ümumiyyətlə, Mübarizin həyatına diqqətlə nəzər yetirsək, görə bilərik ki, burada təsadüflərə yer yoxdur. Sanki hər şey cərgə ilə düzülüb. Mübariz şəhid adını daşıyan məktəbin məzunu idi, sonda özü də bu adı qazandı. Mübariz İbrahimovun sinifindəyik. Mübariz 11 il bu sinifə ayaq basıb. Məndən öndəki partada Mübarizin oturduğu parta olub. İllərdir ki, burada heç kəs əyləşmir. Yalnız partanın üstündə Mübarizin şəkli canlanır və Azərbaycanın bayrağı da dalgalanır. Mübariz İbrahimov dərsdə həmişə bax bu vəziyyətdə əyləşərdi. Sanki bu müəllimin ağzından çıxan, şəxsən mənim ağzımdan çıxan, o cümlədən bunu biz bütün müəllimlər deyirik. Ağzımızdan çıxan hər sözü ən əsas da vətənpərvərlik mövzusunda olan, istər ədəbiyyat dərsində, istərsə də insan cəmiyyət tarixdə onu hava ilə su kimi qəbul edirdi. Və bu elə suallar verirdi həmişə. Yəni ki, o uşaqlar sual-cavab eləyirdikdə mövzuda vətənlə bağlı çox narahat idi, doğrudan narahat idi. Və sinifdə uşaqlar danışardı, nəsə yeri gəldi, gəlmədi yerdən. Bu uşaqda bu xüsusiyyət yox idi, doğrudan da. Yəni olan şeyi deyirəm sizə. Bu insan həmişə elə bil ki, içində nəsə fikirləşirdi. Zaman böyüdükcə bunun fikirləri də böyüdü. Yəni özünü yaşartdıqca fikirləri də yaşlaşdı və nəhayət o qarşısına qoyduğu məqsədə nail olmaq üçün can atdı. Mübarizin orta məktəbi qutarıb hərbi xidmət dövründə, ondan sonraki dövrdə bir sıra mülki işlərdə işlədiyi dövrdə də müəyyən münasibətimiz olub. Onun danışıqlarında da həmin dövrdə şəxsən bizim müəyyən qədər mən ondan yaş baxımdan böyük olsam da, sanki Mübarizlə danışanda ondan
dialoqa girəndə həm şərəf hiss eləyirdim, həm də özümdə çox böyük məsuliyyət hiss eləyirdim. Çünki təbii amildir ki, insan qarşıdakının heç bir səhvini görməyəndə özü də onun kimi olmaq istəyir. Mən onu əgər orta məktəb müəllimi olmuşamsa, bu günləri mən onun qoyub getdiyim nümunəvi igidlik məktəbindən dərs alıram. Nəinki mən həmçinin yenə bugün dərs dediyimiz şagirdlərə də həmişə onu nümunə gətiririk və bununla biz fəxr edirik. Mübarizin arzularının təməl daşı 2005-ci ildə qoyulur. O orta məktəbi bitirir və hərbi xidmətə çağırılır. Hər şey də bundan sonra başlayır. Mübariz hərbi xidməti daxili qoşunların en saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçib. 2005-ci ildə gənc əsgərlərin arasından xüsusi təyinatlıya daha hazırlıq və daha bacarıqlı əsgərlər seçmək üçün başda dəstə komandirimiz Zaur Məcidov olmaqla və onun bir neçə zayıf və gizir yollamışdıq. Həmin əsgərlərin içində Mübariz İbrahimov da var idi. Bundan sonra bu seçimdən sonra bir ay sınaq müddəti olur. Həmin sınaq müddətində daha hazırlıqlı olanlar, bu seçilənlərin içindən də daha hazırlıqlı olanlar, fiziki cəhətdən daha üstün olanlar, imtahanlar və normativlərin öhdəsindən daha yaxşı gələnlər xüsusi təyinatlıda xidmət üçün qalırdılar. Mübariz bütün bu imtahanları çox gözəl keçdi. Mübarizlə tanışdığımız ilk dəfə həmin imtahanların birində başladı. Çünki o 1 kilometrlik məsafəni çox sürətlə qaçdı. Deməli, normalda 3-20 dəqiqə, 3 dəqiqə 20 saniyə müddəti arasında qaçırsa, o 2 dəqiqə 50 saniyə müddətində qaçdı və birdən-birə hamının diqqətini özünə cəlb elədi. Atası dedi ki, gəl səni saxlatdırım əsgərlikdən. Deyirdi, onda mən ölərəm gərək. Heç axılına da o cür gəlmir ki, o əsgərlikdən saxlana, əskəri getməyə. Deyirdi, mən əsgəri getməsəm yaşamaram. Hələ əsgəri gedəndə mən gedirdim onun yanına. Deyirdi, ata, and içməyə gedəndə, dedi, arada yatanda mən elə biləm evdəyəm. Ayılam, görürəm, yox, əsgərəm, əsgər paltarındayam. Deyir, sevinəm. Deyir, elə bilirim, mən getməmişəm. Xarici söhbətlərin birində özündən danışarkən, orduda qalıb, hərbi xidmətdə sonra, əsgəri xidmətdən sonra, müddətən artıq xidmətdən hərbi qulluqçu kimi qalıb işləmək istəyib, istəmədiyini soruşanda, o daha üstün düşündüyünü, boksla məşğul olduğunu və idman nailiyyətində uğurlar qazanmaq istədiyini, hələlik belə bir fikrinin olmadığını demişdi. Amma biz çox istəyirdik. O ruh vardı onda. Çünki hərbiçi, birinci insan görüşünə görə qarşılayarlar, tanışına görə yola salırlar prinsipi ilə. Onda o görünüş var idi. Vaxt keçir, çavuş rütbəsi verilir hərbi hissədə və birinci namizədlərdən, ilkin namizədlərdən biri Mübariz İbrahimov olur. Kiçik çavuş rütbəsi almaq üçün. Və gəlib soruşur ki, komandir, bəs imtahan nələrdəndir? Mən ona zarafatla dedim, sən qalmırsan axı. Və ondan sonra bizim aramızda belə bir zarafat qalmışdı ki, gəlib nə-nəsə bağlı sual verəndə mən də onu incidirdim ki, bəs sən qalmırsan axı. Bir müddət Bakıda mülki işlərdə işləyən Mübariz kifayət qədər yaxşı məvacib alsa da, burada da rahatlıq tapmır və beləcə evə qayıdaraq ön cəbhəyə getmək istədiyini dilə gətirir. Gəldi, dedi ki, Gizir almaya gedirəm. Mən də dedim ki, yox. Dedim yox. Dedim, illə oraya gedirəm. Dedim yox. Çünki Gizir qalmaq istəyirdim. Elə daxili qoşunda işləyirdi. O xidmətdə idim də orada qalıydım. Gizir yüksək maaş verirdilər, səni götürürdülər. Çavuş kimi gəlmişdin. Xüsusi təyinatlı dəstə idi. Elə orada işləyirdim. Bunlar isə dedi, yox, mən milli oraya gedəcəm. Mən razılıq vermədim. Onda onun 21 yaşı vardı. Bir il o getmədi. Dedim, onda belə danışaq. Sən uşaqlığı idmanla keçirirsən. Sən get bu boksu davam elət deyir. Azərbaycanın bayrağını qaldırdı. Dedim, get yine Bakıda məşqçi tut. Mən də sənə buradan kömək edeyim. Ayda sənə pul göndərəcəm. İmkanım var idi. Dedi, doğrudan dedim, getdi. Getdi orada məşqçi tutmuşdu. Orada mən ona pul göndərdim, ayda 200 manat. Onu təmin edirdi. Və sonra mənə dedi ki, mən nə vaxtacan səni mənə pul göndərəcəksən, istəyirəm özüm də işləyəm. Mən olur, işləyir, var işləyirəm. Getdi o fəhləşlədi. Və mənə deyirdi ki, məşqçi mənə deyir ki, bir ilə səni çempion edəcəm. Sonra
mənə dedi ki, məni götürdülər Azərbaycanın yığmasına. Yoxsa həm o anlar onun dediyi sözlər deyirəm. Sonra elə oldu ki, onlar yarışa getməliydilər Ukraynaya. Sonra mənə dedi ki, məni aparmadılar. Nə? Deyim, məndən zəif uşağı öz çəkimdə çıxdım rəhbərliyyət ki, məni görüşdür. Mən uçsun, mən gedim də. Bilirəm ki, onudur o. Mən deyir, onunla da eləmədilər. Deyim, bilməli, mən nə var? Mən neyim? Ondan sonra gəldi. Nəysə bizi təhər bücür dilə tutdu. Bizim razılığımız lazım idi, bizim qolumuz lazım idi. Bizi dilə tutdu, icazə verdik. Amma mən çox deyirdim, çox başa dönüm Rəşad, mübariz. Məsələn, komandir nə tapşırıq versə, ona əməl elə. Da özündən, öz başından, məsələn, eləmək elə, da eləmək elə. O deyirdi, özü deyir ki, mən sizlərlə qalmaq istəyərəm, amma görünür onun başqa düşüncələr var, daha böyük düşünürdü, daha fərqli düşünürdü və qalmadı, bizim sıralarımızda qalmadı, təxris olundu. Təxris olunduqdan sonra bir dəfə onunla görüşdük, 2008-ci il idi məncə, təxris olunduqdan sonra görüşəndə dedi ki, bəs komandir, mühafizəçi işləyirəm, banklardan birində hansısa mühafizəçi işləyirdi və çox gözəl müavinət alırdı. Buna baxmayaraq dedi ki, gizir olmağı düşünürəm. Hərbi xidmətdə, dedim, problem yoxdur, sən hər şeyin ötəsindən gələrsən, gedək danışaq, bəs istədim yenə xüsusi təyinatlıda da, get səni imtahan ver, yenidən xüsusi təyinatda səni qəbul edirlər də. Dedi, yox, xüsusi təyinatlı istəmirəm. Mən ön cəbhədə erməni ilə üz-üzə istəyirəm döyüşməyə. Səhər idi. Birdən-birə dedim ki, mübariz yanımda yox idi. Elə stulda. Dedim ki, Allah mənə çoğul verib. Bir vətənə fəda olsun. Bir gün mübariz yanımda. Hardaymış, hardan eşidib. Allah adardı. Şimdi yox idi ətrafında. Bir gün dedi, ata, gəldi əlin qoydu çinimə. Dedi, ata, nə qəşək söz dedin. O kəlmə deyirəm, nə qəşək söz dedin. Onu təkrar elə. Və telefonu qoydu. Telefonu qoydu, mən təkrar elədim. Amma dilim dolaşa artıq. Özümə gəlmişdim ki, mən nə dedim. O söz aldı məndən. Mübariz ön cəbhədə gizir kimi çalışdığı qısa müddət ərzində də yoldaşlarının sevgisini, rəğbətini qazanır. Bugün xatırlananlar sırasındadır. Təkcə ona görə yox ki, o qəhrəman idi. Ona görə ki, o dost idi, yoldaş idi. Çox gözəl əskər idi, gözəl insan idi. Öz hərbi qulluqçular arasında, öz əskər yoldaşları arasında hörmətə öz yerini tapmışdı, hörmət qazanmışdı. Bunlarla zabit gizir komandir heyəti arasında da hörmətə layiq idi. Çin yoldaşlarına ön cəbhədə olanda artıq o qərar vermişdi ki, belə bir şey beynində tək yaşayırmış. Deyirmiş ki, mən bilirəm ki, mən öləcəm, yaşamayacam. Deyim, mənim ürəyimə belə bir şey gəlib. Mən yaşamayacam, yəni mən öləcəm. Bilirdik, amma bu dərəcədə o öz canından, həyatından, şirin canından keçmək heç axlıma gəlməzdi. Ən böyük arzusu nə idi? Ən böyük arzusu da bu. Ən böyük arzusu vətən üçün nəsə eləmək. Elədi də. Deyirlər, əsas məsələ nə qədər yaşamağımız deyil, necə yaşamağımızdır. O özünü dərk etdiyi gündən bunu düşündü və bu amal uğrunda yaşadı. 2010-cu il mayın 24-ü. Mübariz evlərinə gəlir. Elə bu gəliş də onun son gəlişi olur. O çoxdan bəri arzusunu etdiyi şəhidlik üçün indi lap yaxın idi. Zəng gəldi, səhər idi, namaz vaxtı. Mənə elə bir şey dedilər ki, elə mübariz qaçıb. Əskərdən hər bir sursat silah götürüb, çıxıb, qaçıb. Kətdə düşməniz, ondan sonra ya o qız istəyirmiş, bəlkə verməyiblər, ya düşməniz adı yoxdur. Dedim, nə danışırsınız? Bir dəyərin görüm, sən kimsən, nə danışırsan sən? Telefonu söndürdüm. Ondan sonra deyəsən tezdən açdım. Dedim, evdə danışdım ki, bu nə danışır, bu nə deyir? Gəlin tezdən açdım. Yenə zəng gəldi ki, belə-belə. Dedim, mənim oğlum.
adam qaçmaz. Gedin onu o tərəfdə axtarın. Ayrıdan bir dəfə də yenə zəng elədik mübarizin telefonuna. Telefon zəng çaldı. Demək, komandir götürdü. Bəs dedi ki, o Uruz yoxdur da, burada yerində yoxdur. İndi onlar bilirdilər, bizə elə bil dedilər də, yəni evə gəlməyib. Onun atası dedi ki, mənim oğlum heç vaxt elə şey eləməz, evə gəlməz, o silah sursat götürüb heç yerə getməz. Mənim oğlumu o üzdə axtarın, məsələn də. O artıq şəhidlik zirvəsini fəth etmişdi. 2010-cu il iyunun 18-də gecə saat 23:30 radələrində Gizir Mübariz İbrahimov 1 kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda zabit və əsgərini məhv etdi. Daha sonra düşmənin öz silahlarını özünə qarşı tuşlayaraq 5 saat onlarla döyüşdü. Bu təkcə bilək, silah gücü deyildi, həm də ürək gücü idi. Və beləcə erməni dığaları 22 yaşlı qəhrəmanın ürəyinin və biləyinin gücü sayəsində ağır itkilər verdi. Ancaq bizim itkimiz də, qazancımız da eyni idi, qəhrəmanlıq. Azərbaycan döyüşçüsü səhər saatlarında düşmənlə qeyri-bərabər döyüşdə şəhid oldu. 47 yaşı var idi. Desəm ki, hamısını aldı, qalan ömrüm. İnanmayacaqsınız bəlkə də. Nə deyirəm? Deyirəm, Mübariz ömrüm onda qutardı da. İndi mən yaşamaq deyirlər, yaşamıram mən, yaşamaq deyil. Mənim buna yaşamaq deyilirsə, yaşamaq deyil. Allah acıq getməsin. Şükür mən də deyirəm, şükür Allah nəvələrim var, 2 dənə oğlum var. Amma onların hamısının öz yeri var. Mübarizin öz yeri var, onun uşaqların öz yeri var. Amma yaşamaq yox. Məsələn, o qədər əziyyətlər çəkmişik, biz təzəmin olmuşuq. Əziyyət çəkmişik, kasıbçılığımız olub. Amma, məsələn, mən indi o günləri fikirləşəndə deyirəm, nə xoşbəxt imişəm mən. Nə yaxşı günlərim imiş olar mən. Deyəsən, günortadan sonra getdim. Günortadan sonra getdim. Sizi kim qarşıladı? Kimlər idi? Getdim, taksi tuttum, getdim. Valla orada getdik. Biz ötür getdik, çıxdıq. Komandir, tanımıram, eləmirəm mən, nə bilim. Axır getdik, çıxdıq həmin şey yerə. Gəldik həmin yerə və orada hamı susub, heç kim heç nə danışmır. Mənə çay verdilər, mən çay içdim, özümə gəldim. Hələ inana bilmirəm mən, nədir? Hələ bilinmir bu şəhiddir ya bu. Hələ tam heç nə bilinmir. Yəni mənə telefonda o sözləri deyiblər. Mən də bunlara bu söz demişəm. Onun hərbiçilər vardı orada, çoxlu zabitlər var idi. Hamısı oturmuşlar, mənə çay verdilər. Birinci şeydə bir komandir vardı. Biz ona Niva mindik. Sonra Niva ilə getdik və dedi ki, o düz hərəkət eləməyib. Komandir dedi. Da başqa heç nə demədi. Dedim, yəni nətər yəni düz hərəkət eləməyib? İcazəsiz dedi, çıxıb. Dedim, yəni nətər yəni? Siz bilirsiniz, söhbət nədir? Yox. Dedim, nətər yəni ölüb, şəhid olub. Nə demək istəyirsiniz? Heç nə demədi. Mən biraz həyəcanlandım. Dedim, ya nəsə yəqin şəhid olubmuş. Və əlim ayağımı belə dayanamırdım. Getdim, çıxdım. Həmin gətirdi, bizi çıxartdı. Postdan keçə gəldik. Orada böyük zabitlər vardı, yəni çoxlu əsgər vardı, yəni səngər idi artıq. Bu tərəfdə hakim, səngər idi. Biz orada yenə də bir iskan çay verirlər mənə. Heç nə danışmır. Su mənə. Mən də soruşamıram.
istəmirəm axı mən nə soruşmaq da istəmirəm. Bir telefon gəldi, zəng gəldi. Dedi ki, Varis şəhid olub. Şəhid olub 5 nəfər. O vaxtın nətər deyirlər, 5 nəfər öldürüb, 3 nəfər yaralayıb, bir də şəhid olub. Mənə telefonda dedilər ki, televiziya baxmışıq. Ayın 19 axşam çağı. Ondan sonra mən dedim ki, başımı qoydum üstüne. Başka söz demədim. Yəni dedim ki, vətən sağ olsun dedim, ya bilmirəm. Dedim ki, Allah qəbul eləsin. İstədiyinə çatdı. Anlayanım tapılsa, ne var ölmekten güzel, ne var şehit kanına, vatan köylerden güzel. Mübariz şəhid olduqdan sonra düşmən ondan yenə də əl çəkmək istəmir. Onun nəşi 141 gün Ermənistan tərəfində qalır. Yalnız Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli Həştərxan görüşündən sonra noyabrın 7-sində Mübariz İbrahimovun nəşi vətənə qaytarılır. Vətənin igid oğlunu qarşılamaq üçün hər kəs səfərbər olur. Ağdam rayonunun Baş-Qərvənd kəndi yaxınlığında təmas xəttində neytral ərazidə keçirilən təhvil vermə prosesində iştirak etmək istəyənlərin sayı nə 1 idi, nə də 2. Çünki bu təkcə Mübarizin ailəsinin qara xəbəri deyildi. Bütün Azərbaycanın qara xəbəri idi. Kökündə qəhrəmanlıq dayansa belə. Bugün çox kədərli bir gündür. Eyni zamanda çox şərəfli bir gündür. Mübarizlə Fərid vətən uğrunda, öz torpağında həlak olmuşlar. Onlar əsl qəhrəmanlıq, rəşadət göstərmişlər. Mübariz yaxşı bilirdi ki, o döyüşdən o sağ-salamat çıxa bilməyəcək. Ancaq vətən sevgisi, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz şəhidə yaraşan şəkildə 2-ci Fəxri Xiyabanda izdiham, gözyaşları və həmçinin qürur hissi ilə torpağa tapşırıldı. Olur, hasret büyür, dağ olur, bu dağlarda kurşun atsan çığ olur. Sen oğlunu geri dönmez sayan annem, ben ölünce belki vatan sağ olur. Bilirsiniz, Mübariz İbrahimov öz qəhrəmanlığından nəyi göstərdi? Bütün dünyaya onu göstərdi. Özəlliklə düşmənlərimizə, Ermənistana, dünyanın hər yerindəki erməni diaspora lobbisinə onun qəhrəmanlığı çox böyük bir zərbə oldu. Söhbət ondan gedir ki, Mübariz İbrahimov onlarda formalaşmış o xəstə düşüncəni və təfəkkürə böyük zərbə vurdu. Mübariz İbrahimov öz qəhrəmanlığı ilə bu təfəkkürü darmadağın edən dəyərli qəhrəmanlarımızdan da göstərdi ki, insan Dağlıq Qarabağda, biz Dağlıq Qarabağda bugün işğal altında olduğu üçün Dağlıq Qarabağı görməyə bilərik. Biz Dağlıq Qarabağda doğulmaya da bilərik. Amma Dağlıq Qarabağ bizimdir və biz harda doğuluruqsa doğulaq, biz Qarabağlıyıq. O şəxs hərbi xidmətə atasının evladı kimi getdi. Hərbi xidmətdə elə qəhrəmanlıqlar göstərdi ki, bütövlükdə millətin evladına çevrildi. Mübariz İbrahimov həqiqətən də ermənilərə çox böyük zərbələr vurdu. O, qarşı tərəfin verdiyi itkilər uzun müddət ermənilərdə xof və qorxunu yaratdı. Azərbaycan insanına mübarizə əzmi verdi, təpər verdi. Buna qadirik düşüncəsini verdi. Biləsuvar rayonunda 5 ildir ki, Mübariz erası yaşanır desək, yəqin ki, yanılmarıq. Attığımız hər addımda Mübarizin adını, rəsmini görürük. Bura Mübariz İbrahimov adını daşıyan Biləsuvar rayon lisey məktəb kompleksidir. Kompleksdən içəri girər-girməz elə bizi əldə silah Mübariz İbrahimovun heykəli qarşılayır. Deske bekəm dayan, sile sile
siper olar. Hər il olduğu kimi bu günləri Mübariz İbrahimovun ad gününü qeyd etməkdən ötürü rayon rəhbərliyindən tutmuş, rayon icra başçısından tutmuş Biləsuvarın ən sıravi vətəndaşına kimi məktəblilər, hərbiçilər, uşaq bağçasında hətta gedən şagirdlər də öz müəllimələri ilə gəlib Mübariz İbrahimovun ad gününü qeyd edirlər. Bu həyəti belə deyək ziyarət edirlər. Onun valideynlərindən görüşürlər, onun otağına girirlər, onun yaşadığı otağı ziyarət edirlər. Tərtər rayonunda isə Mübarizin varlığı bu gün də hiss olunur. Şəhidin bir zamanlar qaldığı bu otaq sanki bir məbəd kimi qorunub saxlanılır. Hətta deyərdim ki, düşmən indi də Mübarizin varlığını duyur. Bu addan vahimiyə gəlir. Şərbətin iç, şərbətin iç. İgid əskər, möhkəm dayan, möhkəm dayan. Mübariz yetişməkdə olan gənc nəslə nümunə olmağı bacardı. Vətəni sadəcə sevmək yox, onu həm də qorumağın mütləq olduğunu göstərdi. İndi bütün gənclər mübariz olmağa, mübarizcəsinə yaşamağa can atır. Gəncliyimizin elə bir dönəmindəyik ki, bizim həyatımızın ən gözəl çağlarıdır. Mübariz İbrahimov da öz həyatının ən gözəl çağlarında idi. Düşünürəm ki, bu gözəllikləri atıb getmək üçün insanda elə bir cəsarət olmalıdır ki, Mübariz İbrahimov adı ümumiyyətlə bizim üçün inamın, iradənin, cəsarətin adıdır. Mübariz kimi oğullar bizim vətənpərvərimizi, vətənpərvərlik hisslərini oyatdı bizdə və biz də çalışacağıq ki, ən azından Mübariz kimi, fərd kimi qəhrəman oğullardan olur. Mübariz İbrahimov gənclərimiz üçün çox önəmli bir örnək oldu. Nəyin örnəyi oldu? Bizim gənclərimiz, yeni bir nəslimiz nə olur ki, o nəslimiz Dağlıq Qarabağı heç zaman görməyib. O münaqişə dövrünü də görməyib, o acıları da görməyib. Torpaqlarımızın işğalı zamanı yaşadığımız o faciələri, ağır acıları da görməyib. Yəni onlardan sonra doğulan bir nəsildir. Və Mübariz İbrahimov öz qəhrəmanlığı ilə göstərdi ki, Dağlıq Qarabağı görmədən də, o münaqişə dövrünü yaşamadan da, Xocalı soyqırımı baş verən zaman onun şahidi olaraq o dövrləri yaşamadan da Xocalıda o yaşananların ağrısını, acısını necə hiss eləmək lazımdır və bunda başqa cür yanaşma da olmamalıdır. Mübarizin deyirlər ki, qız istəyirdi. Mübariz qız istəyirdi. Onu heç kim bilmir. Siz tanırsınız onu? Hə. Mən hiss edirəm ki, o istəyirdi. Çünki orada axırıncı dəfə orada fırlanıb. Yəni həmin yerdə çox olub. Hə, o səmtdə çox olub, axırıncı vidalaşıb, buradan gedəcək o qərar qəbul etmişdi. Orada çox olmuşdu və mən hiss eləmişdim ki, orada o qızı istəyirmiş o. Deyirlər, nətər deyim, qara yalnız qızdır. Qara qızdır. Heç bilmirlər elə, amma mən istəyirəm ki, o qız var idi, onu istəyirmiş. Amma evlənmək istəmirdi o. Deyirdi ki, mən heç kəs bədbəxt eləyənlər. Doymadıq da uşaqdan. Yəni, bir də ki, kaş məsələn, o əlimizdən çıxandan sonra da mı düşünürük? Deyirsin, bununla elə əlimizə gəlmişəm, onu çox oturuyduk da, çox söhbət edirdik də. Azərbaycan tarix boyu igidlər diyarı olub. Mübariz isə yeni bir vətənpərvərlik kitabı yazdı. Bugün onun qəhrəmanlığı sərhəd tanımır. Dünya onu Azərbaycanın Mübariz İbrahimovu adlandırır. Mübariz sonunu düşünmədi. Vətəni, torpağını, valideynlərini, bizi, qısaca özündən başqa hamını düşündü. Elə son məktubunda yazdığı kimi. Seyid nəvəsi olaraq bunu etmək borcumdur. Bizim borcumuz vətənin belə igidlərini unutmamaq və unutturmamaqdır. Bugün Mübarizin nə qədər səsləsək də qayıtmayacağını yaxşı bilirik. Lakin qayıdacağına ümid etdiyimiz torpaqlarımızdır ki, o zaman həm Mübarizin ruhu, həm də bizim ürəyimiz təskinlik tapacaq. Mən onu deyim ki, yaralar sağalmır. Daha dərinləşir. İnanın ki, dərinləşir. Mən də elə başa düşürdüm, elə bilirdim. İnanın ki, qızım, 5 il yarımdır. Mən elə bilirəm 5 gün bundan qabaqdır, 5 saat bundan qabaqdır. Elə bilirəm mən. Yoxsa heç nə solmur, o yara orada. Nə qabıq bağlamır, heç nə.
Hazırda Azərbaycan ordusu regionun ən güclü ordusudur. Ölkəmizin ordu quruculuğu gücləndiyi halda təcavüzkar Ermənistan gündən-günə zəifləyir. Silahlı qüvvələrimizin hər gün daha da qüvvətlənməsi üçün yeni addımlar atılır və atılmaqdadır. Silahlı qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında bildirib ki, Azərbaycan ordusunun güclənməsi onun fəaliyyətinin başlıca prinsiplərindəndir. Bugün Azərbaycan ordusunun maddi texniki təchizatı ən yüksək səviyyədədir. Bu göstəriciyə görə bizim ordumuz dünyada ən güclü ordular sırasındadır. Hərbi xərclərin artırılması və büdcə xərclərində birinci yeri tutması bizim dövlət siyasətimizin təzahürüdür. Bu bizim prioritetimizdir. Və bundan sonra da biz hərbi xərcləri artıracağıq. Bəli, hüququndan keçən əskər hərə bir qəhrəman oldu. Belə deyir bizə dövlət himnimiz. Həyatda insanın sahib olduğu və ola biləcəyi ən gözəl hüquq yaşamaq hüququdur. Mübariz isə bu hüquqdan şərəfli istəyi ilə imtina etdi. O vətənin düşmən əlindən qan ağlayan bir günündə başqaları kimi öz gününə ağlamadı. Vətəni üçün yaşadı və şəhid oldu.